Bu qız sənin həyatından bir dəfəlik çıxdı. Hayda, Banu, ay qız sən nə etmək istəyirsən, nə edir axı bu, nədir bunların məqsədi? Bəs sən nə edin Aytral? Banu oğluyla başqasından niyə görüşdün? Allah, siz heç nə bilmirsiniz. Allah, düz deyir də. Gəl, sənin günahın yoxdur. Nə danışırsınız siz? Ki, mən Banunu heç vaxt heç kimə dəyişmərəm. Banudan sonra heç kim olmayıb mənim həyatımda. Nə danışırsınız siz? Tural. Sən nə işlər qaynadırsan, mən bilmirəm. Murad müəllim gəldi, məndən görüşdü. Dedi, bacımdan uzaq dur. Mən də Banunun yaxşılığı üçün hər şeyə getdim, bütün bu oyunlara getdim. Mənim ürəyim partlayır, heç kimə heç nə deyə bilmirəm. Tural. Qaqa, bu ağır söhbətdir ya. Bir də bilsən məndən maraqlıdır. Sən kimdən mərzə girmişdin? Banunu kim səndən istəmişdi, ha? Kimdən mərzə girəcəm? Pərvizlə. Mən yetim, neçə vaxtdır bunu başa salmağa çalışıram, bunu deməyə çalışıram. Getdim Banuya, dedim ki, Banu bütün bu zibilmərc hamısı Pərvizin başının altından çıxıb. Qız mənə inanmadı. İnanmadı, mən də sustum, dayandım, saxladım özümü. Kim inanacaqdı mənə? Sən başın xarab olub, ha? Belə şey gizlətmək olar. Bizə niyə demədin? Nə bilim. Ha, indi aran xoş qalıblar. Maşallah yaxşısan. Nüsrət, bura gəl. Hər bilsən, hə? Mən niyə vurursan? Yaxşı elə, məndən artıq olasan, görmsən vurur məni. Ha, Nüsrət, Nə var? get yemək pişir. Atabala da sənə kömək eləyəcək. Ha, neyinsin, yaxşısan? Göpsən. Göpsən əsəbəşmişsən, hə? Kabra niyə vursan? Yaxşı elə, neyiniyim? Kəsin bir dənə telefon var, bunu vurun. Sən hələ buradasan, ha? Gedirəm, nənə qışqırsan, hə? Bir dəqiqə dayan, Atabala. Sən də evə girib çıxanda hasta ol. İncinin bibisi səni görməsin. Yaxşı? Nərad olmur, rəfiqətdə. Bu nədir, ya? Mənimlə danışırdı. Verin onu bura. Özüm baxacağım. Bəlkə atam heç elə şey yazmayıb özünüzdən çıxardırsınız. Diqqətlə baxsaz görərsiniz ki, Zeynal müəllimin xəttidir. Üstəlik notarial surətdə təsdiqi də var. Heç nə başa düşmürəm, Miras mənə qalmayıb. Mən incidən niyə icazə almalıyam ki? Eləydi pulları ona qoyardı da. Məni nə ortaya atırdı? Şəfa, sakitləş görək nə eləyirik. Lazım gəlsə incidən razılıq alacaqsan. Xeyr. İnci heç nə bilməyəcək. Ona heç də deməyəcəm. Siz də bu məsələni həll edin. Zeynal müəllim məktubda hər şey qeyd eləyib. Eləyə biləcəyim bir şey yoxdur. Necə yanıyır? Miras mənim deyil. Siz də mənim vəkilimsiz. Nə deyirəm onu da eləyəcəksiniz.
Dediyimi həll eləyin. İstəyirsinizsə sizi yola sala bilərəm. Nasıl olub? Niyə gəlmişdi? Heç nə bacışqa. Miras məsələsi yoxdur. Onun kağız işlərini həll edirdi. Şəfa, yaxşısan? Əlbəttə yaxşıyam. Sənin kimi bacın var, Nə bilim, dünən çox əsəbi idim. Qız, məni tanımırsan? Bugün hirslənirəm, sabah unuduram. Nə var dilimdə də, ürəyimdə heç nə yoxdur ki. Niyə mənə fikir verirsən? Neysə, sən get ərzivi yox. Qəşən yemək hazırlamışam, gətirim. Yaxşı? Ər boyvu yerə soxum sənin elə. Arvadın evdən çıxıb gedib, sən də mahnıya qulaq asırsan. Sən kimi qaynananın yanında qalası deyil ki. Ədə eşitmirsən? Arvadın evdən çıxıb gedib, bütün paltarlarını yığıb gedib. Dədəsinin xarabasından başqa hara gedəsidir ki? Bir də sən get dua elə ki, bu dərman söhbətini heç kimə deməsən. Deməli, onun getməyini sən bilirdin Elşad, hə? Onda sənin başın xarab olub. Atova nə cavab verəcəksən, hə? Niyə qoydun onu getməyə? Az, mənim dədəmə deməyə sözüm var. Sən get fikirləş ki, uşağın ölməyini necə deyəsən? Deməli, belə oldu. Gülşəni döyüb göndərəndə mənə yalvarırdın ki, atama demə, atama demə. İndi nə oldu birdən-birə buynuz çıxartdın, hə? Gülşən mənə deyib gedib. Mən də ona dedim ki, səni boşayıram. Bir də onun ayağı bu evə dəyməyəcək. O heç vaxt bu evə gəlməyəcək. Hava xanım, bu iş mənim başımda partlayacaq. Bu tələbə sözü kökündə tələb var. Amma biz müəllimlərdən heç nə tələb edə bilmirik. Bir dənə imtahanın sualları nədir ki, onu da bizə çox görürlər. Yaxşı da Nüsrət də.
Yol boyu dırdırından beynimiz getdi. Beynimi xarab eləmə. Bu da süper süper süper. Deyəsən müəllimlər bizə sürpriz edirlər. Amma çətin suallardır. Artist eləmə la orada. Sənin kimlər də 5 dəqiqəyə yazır, durur 5'ni alır yanından deyir çətin suallardır. Qaziyo. Bir dəqiqəyə haqsızlıq deyə bu. İndi oxumayanlar da gedəcək, hazırlaşacaq, gələcək. Oxuyanlarla eyni qiymət alasınız. Ay səni qurtdamış, ona görə evdə qalmısan, he? Nə də, sən də evdə qalmısan? Hə, gəl İnci, gəl. İmtahan suallarını öyrənirik. İmtahan sualları? İnci elə deyirsən, ömründə elə bil imtahan sözü eşitməmsən, ha? Sən ha? Sən paylamısan? Aqız, manyaksan sən? Məndə imtahanlı suallar olsa, sizə niyə verim? Özüm hazırlaşıb yazarım da. Bax. Ona görə dəvəyə qanat verilməyib, yoxsa uçutmadığın dam qalmazdı. Sağ ol ey Banu, özümürüm, Banu qardaş da. Sən bizə kömək eləyərsən, sən Pərvizin taydörsən. Müəllimin başçısı olduğun xeyrin görəcəkdir. Hə, birdən ki də ziyan dəyibsən, hə? Amma xeyrimi də görməmişik. Bir dəqiqə uşaqlar, mən heç nə başa düşmədim. Nə olub burada? Heç nə, kimsə imtahan suallarını paylayıb öyrənirik. Bəs bilmirsiniz kim eləyib? Müəllimlərin xəbəri var? Nə yalan afristi eləyirsən? Göstər eləməmsən? Ay qız, nə danışırsan sən? Mənim heç nədən xəbərim yoxdur. Sən eləyən. Bir dəqiqə. Gəlin, səsimizi çıxartmayaq. İmtahan suallarına cavab verək. Hamımız imtahandan nə eləyək? Keçək. Necə? Siz nə danışırsınız? Dəli olmuşsunuz? İmtahanın sualları tapmışsınız? Ay qız, gel görün bura. Səbirə. Fikrət müəllim, mən də 3 dənədir. Ben səni imtahan qabağı 3 gün qalxoz danası kimi mələdim. Onda görərsən 3 dənəni. Sakin! Sakin! Gel bura. Yaxşı. Siz görərsiniz. Nə var, nə baxırsan? Əsl üzü görməyə çalışıram. Mən sən kimi ikiyüzlü deyiləm. Necə varamsa eləyəm. Ona görə mən sevə-sevəyə Pərvizin əlindən tutursan. Sən hələ də bu söhbətdə qalmısan? Biz bir dəfə səninlə bu söhbət eləmişdik axı. Mən onda tanımadığım Banu ilə danışmışdım. Nə oldu ki, indi tanıdın?
Nə baş verdi? Tanıdım. Mən deyirdim ki, Banu heç vaxt sevdiyini xəyanət eləməz. Mən deyirdim ki, Banu sevdiyini qısqandırmaq üçün oyuna gedər. Bu şəkil mənim gözümü açdı. Bu şəkil mən çəkməmişəm. Deməli, mən olmayanda da sən Pərvizlə yaxınlıq edirsən. Tural. Nə Tural, Nə Tural? Nə? Açdı bu şəkil mənim gözümü. Bu şəkil mənə şillə vurdu. Dedi, Tural, aldanma! Qışqırma. Qışqırtma. Banu səni çoxdan silib. Fürsət tapan kimi qaçır Pərvizin yanına. Səni qınamıram, Əslində elə belə olmalıydı. Sən ikimiz arasında qalsan Pərvizi seçməliydin. Tural müəllim oğludur. Pərviz isə dekan. Sənə istədiklərinin 2 qatını verə bilər. Mən yetimsə sənə verəcək ancaq sevgidir. Hansı sevgiyi? Nə sevgidən danışırsan sən? Nə tez yadından çıxdı mesajlaşdığın o gözəlçələr? Anava göstərdiyin, elçi getmək istədiyin gözəl. Yadından çıxdı, hə? Tural, bilirsən nə var? Sən mənim nəyimsən ki, işlərimə qarışırsan? Heç kimin. Heç nəyin. Heç kimin. Heç kimin. Ay, sağ ol. Heç kimin. Heç nəyim. Ne olup burada? Səni narahat eləyir? Yox. O məni heç vaxt narahat eləyə bilməz. Özü də çıxıb gedirdi, hə? Sən niyə yalan dedin mənə? Niyə yalan danışdın mənə? Ne yalan? O gün Tural burada deyib əlimdən tutdun. Halbuki heç Tural orada olmayıb, bizi görməyib. Tural oradaydı axı, oxşayırdı. Pərviz, oxşamaq başqa şeydir. Özü olmaq başqa şeydir. Bir də belə şey eləmə. Əgər bu oyun sən bezdiribsə, bunların hamısını mənə qazanmaq üçün eləyirsənsə, bu heç vaxt olmayacaq. Yox Banu. Yox. Turaldı da. Bilmir nə danışır. Bəlkə də bizim aramızı vurmaq üçün elə deyib. Sən ona çox inanma. Əlim qırıldı, sən yığışdır bunu, daha nə qədər yazmaq olar ya? Hə, kəs səsini yaxşı yaz. Çaşma la! Mən niyə vursun, ya? Bu nə xəttir? Başa düşmürəm, hala bu yerin özün yaz. Ha, Nüsrət. Axıra kimi yazacaqsan. Qaçmaq yoxdur. Uşaqlar, deyirəm görəsən iclas necə oldu?
Sənin başın xarabdır. Sən qaynanaba yataqlanıb, qaynatın ayağını yuyan vaxtındır. Qırıl buradan. Nusret 2 dəqiqə sus da. Baş beynimiz getdi axı. Ağzına gələn danışma. Uşaqlar, bu dəqiqə Zakir müəllimlə iclasımız oldu. Heç sizdən gözləməzdik. Bunu eləyən kimdirsə boynunu alsın. Yoxsa o bir nəfərə görə hamının başı ağrıyacaq. Müəlliməm, bizim uşaqlardan heç kim eləməyib baxın. Niyə hamı bizdən şübhələnir? Müəllimlər vermədiyinə görə bunu eləyən tələbələrdən biridir. Ona görə sizə məsləhətim odur ki, o bir nəfəri axtarıb tapıb özünüz ondan danışasınız. Uşaqlar, bir dəqiqə mənə qulaq asın. Xahiş edirəm. Əvvəla onu deyim ki, mən öz payıma deyirəm ki, mənim bu sual haqqı hesabında heç bir günahım yoxdur. Fikirləşə bilərsiniz, müəllim oğuldu, sualları bu götürüb, amma mənim nəyimə lazım? Amma sualları götürən adamı tapmaq üçün bir dənə bomba planım var. Deməli belə. Məncə uşaqlıq edirsiniz. Başınızı salın aşağı dərsinizlə məşğul olun. O ki qaldı sənə, sənin fikri və heç kimin ehtiyacı yoxdur. Bunu biləsən. Murad çox əsəbidir. İclasda heç yaxşı şeylər olmuyor. Bilirsən ki, ona səbəb həm də Turaladır. Nə dedin sən? Turaladır? Hə də? Murad sən də Turalasından hər şey bilir. Muradın verdiği boyunbağını istəyirəm. Qardaşıma nə demişsən, ay Zibi? Söz soruşuram sənə, nə demişsən qardaşıma? Cavab ver, nə demişsən qardaşıma? Niyə elə səbiydi o? Heç nə deməmişəm. Necə gəldi heç nə deməmişəm? Vallahi heç nə deməmişəm. Gəlib söhbət eləmişik, çıxıb gedib. Mən sənə görə narahat deyiləm, Mən qardaşıma görə narahatam, ay... Bilirəm. Sən kimi alçağa görə başına nəsə gəlsin istəmirəm. Bağla! Sən özünü nə sayırsan, hə? Yaxşı. Bu oğlan sənə görə ölümə gedib, İndi deyirsən vecimə deyil? Saxla! Bu qızın cavabını verəcək bir adam lazımdır, yoxsa yox? Banu, sən sevdiyin kimi bu oğlan da səni sevib. Bu oğlan sənə görə ağlayıb. Bu oğlan sənə görə başqalarına düşmən olub. İndi deyirsən vecimə deyil. Görsən, bax. Heç olmasa biraz ağlayardın. Heç olmasa biraz pis olardın. Sonra gedərdin Pərvizin yanına. Turala dəst verməyədənsə bir özünə də bax. Tural! Nə səsiydi burada? Saxla, kəkilli. Sən gəl! Sən də oynayacaqsın! Hamınız eşidin, bundan sonra bilin. Banu bundan sonra mənləndir. Kimsə bundan sonra Banuya nəsə artıq, ya eksik nəsə desə, özündən küssün. Al uçdun buradan.
polis. Az bildi ki mənim basıtda sən. Salam, sarı bülbülüm. Salam. Necəsən? Yaxşı. Nə gözəl bəzənmisən. Doğrudan? Hə, Sən üçün hazırlaşmışam da. doğrudan. Mən də hazır gəlmişəm. Sənə sürprizim var. Nə sürpriz? Sənə dünyanın ən dadlı yeməyini gətirmişəm. Gözlərini yum. Yum gözlərini. Açım. Aç. İsti piraşki gətirmişəm. Bakıda bundan dadlı piraşki yox deyə gedib xırdalardan almışam. Əladır. Niyə? Azizə? Küçüdə belə yemək yeyirlər. Nə oldu be? Piraşki yiyirəm be, nə varsa? Tatlıdır. Ver onu bura. Ver bura, ver. Neynədin? Mundar dəsmalından canını qurtardım. Ağzını yağlı-yağlı silib qoyursan cibinə. İyrənir axı millət. Nə var burada? Piraşki yiyirəm də. Bir dakika, sakla sakla. Sakla, yeme. Sakla. Bırak da. İndi tut bunu. Səliqəylə. Yavaş yavaş, udmadan. Aysa. Sonra da bundan əlini təmiz-təmiz sil. Tut. Gördün indi, səliqəli olmaq çətin deyilmiş. Qıraqdan cəmaat baxır, millət iyrənir axı. Sən də iyrəndin məndən? Of. Necədir, xoşuna gəldi? Çox xoşum gəldi. Çox iştahla yeyirsən. Amma mən də yemək istədim elə. Of Elşad, of sən düz ələm deyilsən. Nə oldu be bülbülüm? Piraşki yiyirəm də, nə var ki burada? Of Gülşən, of. Nə xəbər var, nə dərsə gəlir. Yaxşı da, sarı bülbülüm. Gülşən hardadır? Dərsə niyə gəlmir? Neyinirsən az? Yuyulmamış qaşıq kimi özünü atmışsan ortalığa. Gülşən dədəsinin xarabasındadır. Başa düşdün, bir də məndən Gülşəni soruşma, biz ayrılmışıq. Sən hələ də buna inanırsan? Bu adama? Yazığın gəlsin də özünə. Az, sənin nəyinə lazımdır, inanır ya inanmır. Az, sən git, işinlə məşğul ol. Birini bədbəxt eləmirsən. İstəmirəm ikinci də o günə qalsın. Az. Bir dəqiqə dayan, Elşad, bir dəqiqə dayan. Aydan, Gülşəni Elşada zorla almışdılar. Gülşən Elşadın səhvi idi, mən isə düzüyəm. Nə var ki burada? Hamı səhv eləyə bilərik də. Eşitdin? Şəfa düz deyir. Az, sən git, işinlə məşğul ol.
Az, yaxşısı budur, sən ged özünə ər tap, Az ərə gedə bilməmsən, paxırlıqdan içini qurtlar yeyir. Sarıbaşın biri, sarıbaş. Yaxşı cavabını verdim, sarıbaşın. Nə olub bülbülüm? Hamının dilinə düşmüşük. Sən keçmişin həmişə mənim qabağıma çıxacaq. Bülbülüm, narahat olma. Keçmiş qaldı keçmişdə. Mən indi gələcəyimə baxıram. Gələcəyimdəki saçı uzun Suray xanım, donu uzun Daray xanım, Tıq-tıq xanım var. Bax, Siçan bəy də Tıq-tıq xanımı alacaq, onu xoşbəxt eləyəcək. Barışdıq? Əlini mənə bəstələcək. Yox, mən səndən küstərəcək. Əlini mənə bəstələcək. Mən səndən küstərəcək. Küstərəcək, onunla mən də piraşkini, vəhşi kimi dişləyəcək. Elşad! Bəsdir. Barışdıq? Yox, mənim nağılım biri vardı, biri yoxdur, başlamır. Mənim nağılımda nə uçan xalça var, nə sehirli alma var. Mənim nağılımda yalan var, oyun var. Amma bu dəfə mən sənə danışacağam. Sən mənim sözümü kəsməyəcəksən. Mənə qulaq asacaqsan. Mənim nağılım 3 dost və bu dənizlə bağlıdır. Bir gün bu dənizdə dostlardan ikisi boğulur. Qalan dost onların ölümündə özünü günahkar sayır. Özünü öldürməyə qədər fikirləşir. Hər şeydən bezir. Amma bir gün Banu adında bir qız onu bütün dərdlərindən xilas eləyir. Onu dənizə gətirir, dərdlərindən üzləşdirir. Oğlan da qıza əlini dost kimi verib onun əlini sıxır. Amma Banu bilmirdi ki, sıxdığı o əl dost əli yox, düşmən əlidir. Banu, Yox Murad. Banu, danışmaya ehtiyac yoxdur. Amma mən sənə axıra qədər qulaq asmışdım. Sən də mənə axıra qədər qulaq asacaqsan. Oğlan hər dəfə Banuya yaxınlaşdıqca məqsədinə çatırmış. Amma bir gün bütün sirlərin üstü açılır. Sən demə, oğlan Banunu mərcdə udubmuş, onu aldadıbmış. Hər şeyi öyrənən Banunun dünyası başına yıxılır. Əslində o özünə görə yox, qardaşına görə qorxurdu. Onu hər şeydən, hamıdan qoruyan qardaşına görə qorxurdu. Qeyrətli qardaşın bacısına bara aparıblar. Onu aldadıblar. Atıblar. Banu, sənin heç bir günahın yoxdur. Yox Murad. Bütün günahlar məndədir. Çünki sən mən demişdin, heç kimə inanma, güvənmə, mən sənə qulaq asmadım. Banu, sənin heç bir günahın yoxdur. Sən ehtiyacı olan bir adama kömək eləmisən. Murad. Banu, sənin heç bir günahın yoxdur. Murad. Sən heç bir səhv eləməmsən. Mənim bacım qardaşının başını aşağı eləyəcək, heç bir hərəkət eləməyib. Fikrət. Bəli. Təzə sualları tərtib elədiniz? Bəli, Zakir müəllim. Hamıya tapşırmışam ki, təzə suallar hazırlasınlar.
Onlarla işləmək biz üçün çətin olacaq. Düzdür. Zakir müəllim, icazə verin bunların hamısını cəzalandırım, qoy ağılları başlarına gəlsin. Yox, cəza onları ağıllandırmaz. Bir dəfə cəzaya öyrəşən ikincidən qorxmaz. O da düzdür. İmtahan suallarını götürüb paylayan İncidir. İnci? Sənin dadlı əllərindən nə vaxt yemək yeyəcəm? O səndən asılıdır. Ay səni. Gəl mənə al deyirsən. Şarap, bir dəqiqə bura gəl, işim var. Gəlirəm. Şakirlə danışıram. Dispetcher Şakirlə danışıb gəlirəm. Sağ ol, Şakir də olduq. Yaxşı da. Küsmə. Plov üstü kişmişim. Ananla mənə nə vaxt tanış edəcəksən? Yox, hələ danışmamışam. Danışacağam. Səni anamla görüşdürəcəm də. Bax, özüm bişirmişəm. Baxın. Bəyəndin? Sarı bülbülüm. Ay Fərrux. Gülşən dünəndən zənglərimə cavab vermir. Bugün də telefonu söndürüb. Narahatam. Doğrudan? Deməli ağlanıb da. Başı ərinə qaynasına qarışıb. Yəqin. Niyə narazısın? Bilmirəm, ürəyim rahat deyil. Xalidə, mən azraşıb gedirəm işə. Salam Xalidə xala. Salam qızım. Gülşən evdədir. Telefonu bağladı, narahat oldum, gəldim. Yox. Gülşən evdə yoxdur. Harasa gedib? 2 gündür dərsə gəlmir. Elşad da dedi ki, dayı sizdə qalır.
Ülvi, mən dünən sənə heç nə demədim. Amma cəmaatın içində mənlə belə danışmağa heç kimin haqqı yoxdur. Banu, sən də danışmağa məcbur eləmə. Mənim şəxsi həyatıma heç biriniz qarışa bilməzsiniz. Mən sənin həyatıma yox, Turalın şəxsi həyatına qarışdım. Onda get o Turala de ki, mənim bir də nə adımı çəksin, nə də məndən danışsın. Niyə? Yoxsa Pərvizdən qorxursan? Bunun sənə dəxli yoxdur, mən kimdən qorxuram. Səndən yaxşısı get, öz dostunun şəxsi həyatını qaydasına sal. Nə olub Turalın həyatına? Səni nəsə narahat eləyir? Ülvi, yazıqdır. Gündə bir qızla danışır. Axırda cavabım pis alacaq. Hə, Turalın başına nəsə gələcəyindən qorxursan. Tural mənim üçün heç kimdir. Mənim üçün dəyərsiz biridir. Heç nəyimdir mənim. Sus Banu, sus. Bilmədiyin şeylər var. Nə bilmədiyim şeylər var. Mən səni qınamıram, Sən də oğlansan da. Sən də Tural kimi fikirləşirsən. Bir də Turalın dostu ondan artıq olmayacaq ki. Sən də sevdiyin qızı bir gün aldadıb. Banu! Tural səni heç vaxt aldatmayıb. Murad müəllimə görə sənə yalan danışıb, səndən uzaqlaşıb.